Ucarda sahibsiz itlər yaşlı kişiyə hücum edib. 61 yaşlı kişi dərhal qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb. Hadisə rayonun 28 may küçəsində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Rəhman Əsgərov yaşadığı binanın həyətində olarkən sahibsiz küçə itləri ona hücum edib. İtlərin hücumu nəticəsində Rəhman Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal ətrafdakı sakinlər ona ilkin yardım göstərib, daha sonra isə onu tibb müəssisəsinə çatdırıblar. Qapıda iş görürdüm, təsadüf. Sonra evdən dedilər ki, ora bizim pensiya keçir, git pensiyanı al. Kart da cebimizə getdim, kartı götürdüm ki, pensiyanı gözüm keçmir. Binanın ağzı ilə gəlirdim evə. Gəldim, o yarımçıq binanın ağzına səsləndi, telefonum zəng elədi. Qaldırdım, dedim, yağın kimsə işinə qədər məni çağırır. Və telefonu tutdum qulağıma, araba eləyən kimi gördüm, binanın orta padyezdən 4 dənə it turlandı üstümə. Yıxdılar məni yerə. Əyildim ki, daşı götürəm, biri gəldi o qolumdan, yapışdı, biri bu qolumdan. Çəkdi məni dala. Ondan sonra gəlin, qışqırtıma gəlin çıxdı. O da incən daşı kubiki götürdüm ki, mum varım, gəlin çıxınca bu itlər qaçdı. Baxdım, gördüm ki, qan götürüb gedir məni. Qışqırdım, yerə çıxıb, gəldim bura. Gəldim, getdim, mənim qolumu sarıdı, elədi. Sonra yoldaşıma, dedilər, yoldaşım gəldi. Az sonra oğlum gəldi. Götdü apardı banisiyada mənə yaxşıca yardım elədilər, Allah köməklər olsun sizlə belə. Nə deyim, vallahi ondan sonra götürüb gəlmişik evimizə. Hazırda vəziyyətiniz necədir? Hazırda vəziyyətim biraz burada ağrı var, acıca da olsa. Az yenə ağrıyır, amma bu da lap hakicə ağrı var. Yuxarıdan zibil düşürdürdüm atmağa. Fərqi yoxdur, zibilin yanında itdən doludur. Qorxa, əsə, aparıb tullayıb tez qaçırıq. Bəri qaydanda dedilər ki, qonşunun it xamxarlayıb. Kimi? Dedilər, Rəhmanı yazığı küt eləyib it. Sürütləyib əməlli başlı Bərlayına. Mən də gəldim oruyla, evim qırağı ilə gəldim, getdim, gördüm ki, 7 çılğı qandı. Oca xəstəxanaya aparmışlar onu, yardımını eləmişdilər. Amma nə olsun ki, o heç kimə dəyib dolaşan kişi deyir. Yazıq bir kişidir də, kasıb bir ailədir mən demirəm ki, mən varım, dövlətim var, yox. Olubmu ki, kimisə başqa adamlar da tutub belə burada? Hə, deyirəm gəlimi tutub, İki təbə gəlimi tut, səhər saat 7-də, qaranlıqda məktəbə işə gedir. Yəni itlər burada yaşayır da? Hə, cevab burada. Bu itlərə görə mən sözümü demək istəyirəm ki, bu kimin sahibsiz itlər hamısı bu binadadır. Bu binanın zibillik, nə adam irgənir də, burada xəstəliyi hamı tutulub. Niyə ki, bu kimin əlinə nə zibil düşür, nə it düşür, ölü, diri, hamısını gətirib tullayırlar. İtlər də hamısı burada yaşayır? İtlər də hamısı gecə nə qədər it axtarırsan, Ucarda hamısı buradadır. İtin sayı hesabı yoxdur. Bunları nəsə bir əncam eləsinlər, bir baxsınlar deyə, qonşunu tutdu, yedi, nə günə qoyublar onu. Bədənində sağ yer yoxdur. İndi bununla nəsə bir şey eləsinlər də, bu uşaq var. Məktəbə gedən var, müəllim yanına gedən var, heç kim getmir. Valideynlər hamısı qorxa-qorxa aparıb gətirirlər özlərinə. Məsələ ilə bağlı Ucar şəhər bələdiyyəsinin sədri Əkbər Məhərrəmov televiziyamıza bildirdi ki, baş vermiş hadisədən xəbərdarıq və bununla bağlı aidiyyata üzrə məlumat vermişik. Son zamanlar insanların toplu olduqları ərazidə sahibsiz itlər kütləvi şəkildə çoxalıb. Biz də bununla bağlı aidiyyatı qurumlara müraciət etmişik. Cavab olaraq müsbət rəy almışıq və yaxın gələcəkdə sahibsiz itlərin daha çox olduğu ərazilərdə sığınacaqların yaradılacağı və həmin itlərin yaradılacaq sığınacaqlara köçürülməsi tərəfimizdən həyata keçiriləcək. Bununla da rayon sakinlərinə təhlükə və qorxu yaradan sahibsiz küçə itləri ərazidən yığışdırılacaq. Məsələ ilə bağlı təbibdən sorğumuza cavab olaraq bildirildi ki, dekabrın 23-ü 2025-ci il saat 10:30 radələrində it dişləməsi səbəbilə bir nəfər kişi Ucar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1964-cü il təvəllüdlü pasiyentə bədənin müxtəlif nahiyələrinin didilmiş, cırılmış, açıq yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Quduzluq əleyhinə peyvənd olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb. Hazırda faktla bağlı araşdırma aparılır. Agil Əsədov, Ülviyə Orucova, Ucar.